Bu dərsimizdə video və image etiketlərini Query Selector ilə seçərək onların özəllik və metodları ilə tanış olacaq. İlk olaraq Gallery deyə bir fayl yarattım və burada image2.jpg formatında və video.mp4 formatında video və şəkilləri Gallery faylına əlavə etdim. Və daha sonra index.html-də ilk olaraq video etiketini bu şəkildə yazdım. Burada görmüş olduğunuz kimi tək bir seçim ilə bir formatda, yəni mp4 formatında videonu bura əlavə etmiş olduq. Ancaq elə ola bilər ki, browser sadəcə bir formatı dəstəkləməsin, yəni mp4 formatını dəstəkləməsin. O zaman mən gəlirəm burada birdən çox source mənbəyindən istifadə edərək video formatlarını bu şəkildə yazmış olam. İndi browser mp4 formatını dəstəkləməsə, gəlir video.vbm formatında olan videonu dəstəkləmiş olacaqdır. İndi sadə üsulla gəlin video etiketini seçək. Bunu real layihələrdə biz yazaraq daha aydın və net görmüş olacaq. İndi sadə yol ilə video etiketini index.js'də bu şəkildə Query Selector ilə seçdim və video play konsola yazmış olam. Baxın, burada hal-hazırda hər hansısa bir kontrollar yoxdur. Yəni play, pauza butonları və yaxud da ki, səsi açıb bağlamaq kimi ikonları görə bilmirik. Ona görə də index.html-də gəlirəm bura controls yazaraq həmin kontrolları bu şəkildə gəlmiş oldu. İndi isə gəlin video etiketinə lazım olacaq özəllik və metodları ilə tanış olaq. Index.js-yə gəlirəm. Baxın, burada dərsin əvvəl Query Selector ilə video etiketini bu şəkildə seçmişəm və onu video play adlı dəyişkənə əlavə etmişəm. Konsolda video play yazmışam. Və konsola baxdığım zaman baxın, ilk olaraq HTML formatında bu şəkildə gəlmiş oldu. Yeniləyirəm. Baxın, video yazısı gəldi. Buna klik edirəm və burada birdən çox özəllik və metodları baxın bu şəkildə görmüş olduq. İndi isə gəlin ən lazım olan, ən vacib propertilərlə, yəni xüsusiyyətlər ilə tanış olaq. Daha sonra metodlara keçid alaq. Video play.current time yazdığım zaman bu videonun başlanğıc saniyəsini, yəni vaxtını vermiş olur. İndi hal-hazırda biz 0-cı saniyədə olduğumuza görə konsolda da 0 deyə gəlmiş olacaqdır. Biz hadisə yönümlü işləmləri həyata keçirmədiyimiz üçün, ona görə də mən misal bura gəldiyim zaman konsoldakı dəyər dəyişməyəcəkdir. İndi biz bunu birazdan görəcəyik. Daha sonraki propertimiz duration'dır. Duration isə videonun neçə saniyə olduğunu bizə göstərmiş oldu. Baxın, burada da ekranda da görürük 48 saniyədir. Konsola da baxdığımız zaman burada 48.72 millisaniyə olduğunu bu şəkildə görmüş olduq. Daha doğrusu 48 saniyə 72 millisaniyə olduğunu bu şəkildə görmüş olduq. Daha sonra video play.pauza özəlliyimiz vardır ki, pause it. Bu da pauzada olub olmadığını bizə göstərmiş olur. İndi hal-hazırda pauzada olduğumuza görə true cavabı gəlmiş olacaqdır. Mən əgər klik etdiyim zaman, yəni videonu işə saldığım zaman isə false cavabı gəlmiş olacaqdır. Video.end özəlliyimiz vardır ki, bu da sonlanıb, yəni videonun sonlanmadığını göstərmiş olur. Hal-hazırda video başlanğıc vəziyyətdə olduğuna görə false cavabını almış olacaq. Səsin səviyyəsini dəyişmək üçün video play.volume-dan istifadə edəcəyik. Misal hal-hazırda 1 saniyəni göstərmiş oldu. Çünki bu axıra qədər işarələnib. Əgər mən misal bunu dəyişdiyim zaman
0.1 və yaxud da ki 0.5 volume göstərəcəkdir. Daha sonra misal səsin üzərinə tıkladığım zaman baxın səs kəsilmiş oldu. Buna klik etdiyim zaman isə yenidən səs artmış olacaqdır. Bunun da JavaScript'də videoplay.muted özelliği vardır ki, bu da səsin tam söndürülüb söndürülmədiyini yoxlayır. Hal-hazırda söndürülmədiyi üçün false cavabını bu şəkildə görmüş olacaq. Və video.loop özelliği vardır ki, bu da video bitəndə yenidən başlasınmı? Yəni təkrar həmin video başlansınmı, başlanmasınmı? Baxın burada false cavabını almış olacaq. Çünki hal-hazırda həm video başlanmayıb, həm də bitməyib ki, bu yenidən təkrarlansın. Səsin sürətini artırıb azaltmaq üçün video.playback rate özelliği vardır ki, bu da misal biz 2x 1.5x kimi görmüş oluruq. Bu da onlardan biridir. Misal hal-hazırda bir normal sürət sayıldığına görə burada 1 kimi bir dəyərini belə deyək görmüş olacaq. Və default olaraq videonun kontrolunu müəyyən etmək üçün videoplay.controls özelliği vardır ki, baxın burada true cavabı gəlmiş olacaqdır. Çünki kontrollar bu şəkildə görünür. Əgər mən index.js'yə gəlib bunu sildiyim zaman bir daha baxırıq konsola. Baxın false cavabını almış olacaq. Çünki kontrollar burada yoxdur. Burada dala qaydıram. Və daha sonra index.js'də ən vacib olan metodları gəlin görmüş olaq. Videoplay.play metodumuz vardır ki, baxın bu şəkildə mütərizə ilə belə deyim, çalışır. Fikir verdinizsə videonu dayandırmaq məcburiyyətində qaldım, çünki avtomatik olaraq oynatmış oldu. Yəni mən bunu yeniləyirəm və bir daha tutalım ki, play metodunu yazıram. Baxın bu şəkildə videonun səsi gəlmiş olacaqdır. Və yaxud da ki, yenidən videoplay.pause yazdığım zaman isə misal işlək vəziyyətdədirsə dayanmış olacaqdır. Və yaxud da ki, videonu yenidən yükləmək üçün, misal təkrar sıfırlamaq üçün hər bir saniyəsini tutalım ki, 21-ci saniyədədir. Mən bunun təzədən 0.0 saniyəyə gətirmək üçün load metodu vardır ki, baxın bu şəkildə təkrar 0-cı saniyəyə qaytarmış oldu. Və əlavə olaraq dediyimiz hadisə ünümlü işləmlər vardır ki, yəni eventlar vardır ki, mən misal bunu silirəm. Videoplay.addEventListener yazıram və burada play işləmini həyata keçirirəm və arrow function ilə konsola başladı yazısını yazdırmaq istəyirəm. İndi baxın mən videonu üzr istəyirəm. Baxın mən videonu başlatdığım zaman bu son dediklərim başladı yazısı baxın bu şəkildə gəlmiş olacaqdır. Və bir də pauza işləmi vardır ki, pauza yazıram. Burada da gözləyir deyə bir yazı yazılmış olsun. Və tıklayıram. Bu son dediklərim Və bir daha tıklayıram. Baxın, ilk olaraq videonu oynatdım. Başladı yazısı gəlmiş oldu. Və pauzaya qoyduğum zaman isə video gözləmə vəziyyətini almış olacaqdır. Ən çox istifadə olunan event vardır ki, bu da video gedərkən davamlı işləməsini tənzimləyir. Misal video play
nöqtə add even listener yazıram. Daha doğrusu bunu silim. Və bunun eynisini buraya əlavə edim. Və burada mən time update eventindən istifadə edəcəm. İndi burada da konsola videonun video play nöqtə current time yazıram. Baxın indi bu necə çalışacaqdır. Bunları mən yoruma alım hal-hazırda. İndi videonu başladıram. Bu son dediklərim bu mövzuya aid deyil. Bunu class Baxın burada nə işləmə həyata keçdi? Video oynandıqca misal 0.1 millisaniyədədirsə, daha sonra 0.4 millisaniyəyə gəlmiş olur. Sonra 1 saniyə, sonra 2 saniyə, belə-belə bu şəkildə saniyələr artmış olur. İndi mən yenidən videonu oynadıram. mövzusunu keçdiyimiz zaman daha ətraflı izah edəcəm. Baxın fikir verirsinizsə 4 saniyədən 7 saniyəyə gəlmiş oldu. Bu da onu göstərir ki, time update eventi video gedərkən davamlı işlənməsini tənzimləyir. Və bizim ən son eventimiz də vardır ki, bu da ended eventdir. Misal burada da konsola bitdi deyə yazını yazdıraq. İndi Bu video son başlansın. dediklərim bu mövzuya aid deyil. Bunu Baxın video sona gəldiyi zaman bitdi yazısını konsolla görmüş olduq. İndi biz konsola bu şəkildə bitdi və yaxud da ki başladı və yaxud da ki pauzaya tıkladığımız zaman gözləyir kimi yazıları yazmayacağıq. Bu real layihələrdə heç kimə belə deyək lazım deyil. Bizim layihələrimiz olacaq təbii ki də. Biz layihələr boyunca keçmədiyimiz, yəni yadımızdan çıxan digər mövzular da ola bilər. Onlar da misal burada, yəni layihələrdə keçmiş olacaq. Ona görə də dərsə davamlı qulaq asmağınız və ötürməməyinizi tövsiyə edirəm. Çünki hər bir dediyim söz, hər bir dediyim yazdığım belə deyək kod bir zəncir kimidir. Necə ki keçən dərsimizdə həmin o zənciri görmüşdük. Və bir də son olaraq bu özəlliyi də göstərmiş olum. Misal bunu silirəm və konsola yenidən video play bu şəkildə yazıram. Konsolu yuxarı çəkirəm. Aha. Baxın burada play metodu var idi ki, biz misal burada aşağıya düşdüyümüz zaman baxın konsolda pauza özəlliyini görmüş olduq. Ancaq play metodunu və yaxud da ki pauza metodunu görmüş olmuruq. İndi mən hal-hazırda HTML video element prototipindəyəm. Aşağıya düşürəm. Baxın burada yenidən aşağıya düşürəm. Aha. Və burada görmüş olduğunuz kimi play və pauza kimi metodları görmüş oluruq. Bu da bizə haradan gəlir? Baxdığımız zaman HTML media element prototipindən gəlmiş olduğunu bu şəkildə görmüş oluruq. Yəni biz ən başda plate adlı bir özəlliyi görürük. Düzdürmü? Bu özəllik misal videonun hansı vaxtda olduğunu göstərmiş olur. İndi gəlin onu da eventlə göstərmiş olum. Misal video play nöqtə add even listener. Burada time update eventindən istifadə edəcəm və arrow function ilə ilk olaraq const range deyə bir dəyişkən əlavə edirəm və bərabər edirəm video play video play nöqtə plate özəlliyini bu şəkildə yazıram və daha sonra əgər deyirəm range nöqtə length, yəni uzunluğu
böyükdürsə 0-dan, o zaman let start deyə bir dəyişkən yazıram və range nöqtə start 0 yazıram. Daha sonra end isə və range nöqtə end deyə yazıram. Yəni videonun sonunu bu şəkildə qeyd edirəm və konsola başlanğıc saniyəsini mən görmək istəyirəm və burada da son saniyəsini və end deyə yazıram. İndi konsola baxırıq, videonu oynadıram. Bu son dediklərim bu mövzuya aid deyil. Aha, burada bir error aldıq. Video play'i biz səhv mi yazmışıq? Yox, düz yazmışıq. Ola bilər burada vergül qoymuşam. Nöqtə vergül qoyuram. Və bir daha videonu oynadıram. Bu son dediklərim. Baxın, burada nöqtə vergülün belə, ümumiyyətlə nöqtənin belə necə vacib məqam olduğunu bu şəkildə görmüş olduq. Kodlaşdırmada nöqtənin, vergülün və ya nöqtə vergülün harda necə istifadə olunmasını bilməliyik ki, bu şəkildə qarşımıza error gəlməsin. Yəni kodu yazırıq, düzdür, hər şey düzdür. Sadəcə baxın, bir dənə vergülə görə bayaqları error almışdıq. İndi də qarşımıza error çıxıb, ancaq bu error browserin özünün fırlatdığı bir errordur. Çünki burada fav ikonu belə deyib tapa bilməyib. Bunun da asan yolu vardır. Misal gələm index.html-də link bura yazıram və həmin ikonu bura əlavə edirəm və həmin ikonu əlavə etdikdən sonra bu erroru da görməmiş olacağıq. İndi index.js-yə gəlirəm. Baxın, burada start 0 və end dəyişkən olaraq gəlmiş olacaqdır. Yəni hər zaman dəyişəcəkdir. İndi hal-hazırda baxın, start 0-dadır, end isə 1-ci saniyədədir. Yeniləyirəm. Misal gəlirəm 13-cü saniyəyə. 13-cü saniyədən videonu oynatdığım zaman baxın, hal-hazırda 13-cü saniyədən oynadıldı və 14-cü saniyədə də pauza verildi. Və yenidən oynadım. Baxın, yenidən saniyədəyik. Bir daha oynatdım və baxın 13-cü saniyədən 15-ci saniyəyə bu şəkildə gəlmiş oldu. Və ya mən misal, baxın, indi hal-hazırda 27-ci saniyədən oynatdım və gəlirəm 5-ci saniyəyə. 5-ci saniyədən təkrar bir daha özünü bu şəkildə göstərmiş oldu konsol və play ikonuna tıkladığım zaman baxın 5-ci saniyədən 6-cı saniyəyə keçmiş oldu. İndi isə gəlin şəkil üzərindən biz özəllik və metodlarımız ilə tanış olaq. Bura mən image yazıram və gəlirəm burada bunları silirəm.